Müasir Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Borçalı Aşıq Məktəbinin tanınmış simalarından biri. Kəmandar Həmidoğlu 21 oktyabr 1932-ci ildə Gürcüstanda Borçalı mahalından Kəpənəkli kəndində anadan olmuşdur. Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad Aşıq Sadıq Sultanovun yanına aparmışdır. 15 yaşından etibarən Kəmandar Əfəndiyev Gürcüstanın və Azərbaycanın bütün musiqi və folklor tipli mədəni tədbirlərində iştirak etmişdir. Aşıq Kəmandar öz sənəti ilə Azərbaycanda, Türkiyədə, Təbrizdə, Araqda və Orta Asiya ölkələrində Borçalı Aşıq Məktəbinin tanıdılmasında böyük rol oynamışdır. Tanınmış sənətkar 72 saz havasını böyük ustalıqla ifa edirdi. Ustad Aşıq bir neçə saz havasının yaradıcısıdır: Fəxri, Qaragöz Balam, Doğma Gürcüstanım və s. Kəmandar Əfəndiyev sənətinin zamanı 2000-ci il oktyabrın 25-də uzun sürən xəstəlikdən sonra Gürcüstanın Marneolu rayonu Kəpənəkli kəndində vəfat etmişdir. Aşıq Kəmandarın adına medal təsis edilmişdir.